Mən indi vətəndaşlara daim müraciət edirəm ki, ictimai nəzarət haqqında yavaş gedir bu proses, yavaş, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini elə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi prezident administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər gizlədirdilər bəzilərini. Əvvəllər kimdən ki şikayət edirlər, ona göndərirdilər. O da sonra həmən o şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır. Amma bu artıq tendensiyadır, bu meyildir. Ona görə cəmaət da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı mən əvvəllər mətbuatdan alırdım. Mənə çatmırdı, gizlədirdilər. İndi bir video çıxdı qabağıma Facebookda. Bilmirəm mövzu nədən gedir. Sadəcə orada deməli Xoşqədəm Hidayət qızı Tovuzun icra hakimiyyətinə neçə vaxtdır əlaqə saxlamaq istəyir. Sonra bir başqa qəzetin nümayəndəsi zəng eləyir. O da atır eşidən kimi, bilən kimi kimdir. Heç bir söz demədən trubkanı qoyur yerə. Bir anlıq siz belə bir fikir formalaşdı ki, mən dövlətimizin apardığı siyasəti bəyənirəm. Həqiqətən, yenə də mənim şəxsi düşüncələrimdir. İstər xarici siyasət olsun, istər daxili siyasət olsun, mən ölkə başçısının bütün çıxışlarını izləyirəm və görürəm ki, adam öz üzərində işləyir. Yəni bugün səni kimi, məni kimi oxuyur, məsuliyyətli hiss edir. Müasir dünyanın gedişatını, tarixi, onu, bunu bu adam oxuyur, işləyir və mükəmməl şəkildə özünü inkişaf elətdirir. İdman eləyir, nə bilim, baxırsan ki, yəni öz üzərində işləyir, məsuliyyətli bilir. Bu ölkə başçısı. İndi bizdə problem bilirsiniz nədir? Mən düzdür, siyasətə qarışmıram, belə şeylə, amma bilirsiniz, biz Azərbaycanlıyıq. Mən nədən danışıram? Biz xalqıq. Bura bizimdir, qardaş. Bu dövlət, bu bizimdir, bizim. Biz qalmışıq qıraqda, xalq qalıb qıraqda. Ölkə başçısı deyir bunu da hər dəfə. Siqnal verin, siqnal verin. Sözlə bu siqnal. Amma heç kim eləmir. Heç kim sizə siqnal vermir. Və bu da nəticə nədir? Bilirsiniz, minlərlə kreslo var. Birində də mən oturmuşam. Dələ kreslosu. Bu kreslo nədir? Bizdə qəribə bir şey, fikir formalaşıb. İngiltərədə, Britaniyada nazir və hesabetlə fakt deyə bu. Bir qapılı maşınla işə gedir. Top maşınla və hesabetlə. Bizdə qardaş, bir dənə belə ən kiçikdə adam sol oturan kimi elə bir kimsə olur, ağa. Bu qəribə bir şeydir. Adam başa düşmür ki, dövlət qulluqçusu. Sən xalqa xidmət eləməlisən, qardaşım. Sən gəlib otur sonra sənin qəbulun bağlandı, bloklandı bu adam, oldu nəhəng. Hay sən, qardaşım, bu xalq yoxdursa, bu millət xalq yoxdursa, sən heç kimsən. Sən bu xalqa xidmət eləmək üçün qoyulmusan bura. Və iş orasındadır ki, insanlar balaca məmurdan da qorxur ki. Niyə qorxursan, qardaş? Bu ölkə başçısı deyir ki, siqnal verin də. Sən siqnal ver də, bir dənə siqnal ver. Gör, necə reaksiya? Sən oturmuşsan orada, sən məni qapıdan bunu, yəni qapıdan qaytarmaq üçün deyilsən. Sən insanlara qulluq eləmək üçün sən. Yəni bu kapitalizm, belə deyək də, bu başa düşdük də, kapitalizm bu dövlətçiliyə nə aidiyyatı var. Və belələridir, bu belə məmurlar dövlətin də adını batırır, nə bilim, o birisinin də, bu birisinin də ölkə başçısı idman edir, turnik edir. Baxırsan ki, bu birisi, nə bilim, baxırsan adam, yəni belə şeyləri görürsən ki, dünyaya baxırsan, nəzər salırsan ki, inkişaf necə gedir, necə inkişaf edir xalqlar, millətlər. Xalqa hörmət eləyir, xalqla məmum, yəni bilir və işin bilir. Yenə də mövzu gəlir çıxır, bizim bu ölkəmizdə erməni yaş olan, bizim ölkəmizdə erməni, bizim at familiyamızdan, bizim ölkədə yerləşən 30 min ermənidən. Və mən sizə əmin eləyirəm ki, bax, oturduğu kürsüdə öz vəzifəsini anlamayıb.
burada özünü padişah kimi aparan, istənilən bir adam apardığı, bu dövlətin apardığı siyasətə də qarşıdır, xalqa da qarşıdır. Çünki o məmur orada oturub, yenə deyirəm, dövlət qulluqçu, yəni xidmət eləməlidir xalqına. Bu xalq yoxdursa sən heç kimsən. Həll eləmək, problemlərini həll eləmək, bacardığın qədər, əlində olan imkanlarla. Yoxdursa da yenə mehriban şəkildə. Amma sən oturmamısan orada özünü kral kimi aparasan, xalqı sənin bugün attığın addım, sən insanlara qarşı elədiyin davranış, dövlətə qarşı elə bil insanlarda mənfi fikir oyadır. Yazıq kasıb adam, savadsız adam, bilmir axı ki, bu sürekli müdürünün dövlət nisbradiyyatı yoxdur. Nə olsun da oturub orada, dövlət nə bilsin ki, bu burada paşalıq eləyir, ağalıq eləyir. Bu məsələ budur. Və insanlar heç nədən, yenə deyirəm, dövlətdən narazı düşür, xalqdan, ölkədən. Yəni, belə insanlar, bu tip insanlar, erməni ola bilər, erməni ola bilər. Mən sizə deyirəm ki, məmurlar var, o əksəriyyəti onların oxumuş savadlı adamdır. Və sən siqnal ver də, qardaş, siqnal ver. Və unutma, bu ölkə Azərbaycan sənindir, sənin torpaqlarındır, sənindir, bizimdir bura. Azərbaycandır, xalq bizimdir. Və sənə qarşı erməni kimi davranan adam, hörmətsizlik eləyən adam, bəlkə də ermənidir. Ona görə siqnal ver, bəli, siqnal ver. Bunu ölkə başçısı deyir də, qardaş, sən nə istəyirsən? Siqnal ver. Müəyyən əlaqədar qurumlara siqnal ver. Görsən necə nizamlı işləyir, müəyyən şirkətlər var ki, avtomobillərin arxasına yazıblar ki, qayda pozarsa, nömrə yəni zəng edin. Gör necə özlərini aparırlar. Həmin o sürücülər məsuliyyətini hiss edirkən, mən bək sürsəm, rəhbərliyə zəng edəcək. Bunu da ölkə başçısı deyir ki, siqnal verin də, verdi, sənə qarşı hörmətsiz deyir, zəng edir, siqnal ver. Və bax, yenə deyirəm, bu ölkəmizdə bu söz boşuna deyil. Bu ermənilər var və hər sahədə var. Və bir yadınızda saxlayın, bir kürsüdə oturub, öz vəzifəsini anlamayıb, xalqa, millətə, insanlara qarşı erməni kimi davranırsa və xalqını, millətini dövlətdən, o yuxarılardan, nə bilim, hakimiyyətdən narazı salırsa, bu məqsədi var, bu ermənidir. Ya ermənidir, ya da erməniləşmişdir, ya da ki, qudurub. Çünki bu kreslo, burada rahat oturmaq olar, rahat oturmaq. Amma rahat oturub, xalqa xidmət eləmək üçündür. Rahat oturub genəlmək üçündür, belə. Xalqı, yəni, saymayıb, hörmət. Çünki bu Azərbaycandır, Azərbaycan da Azərbaycanlılarındır, xalqındır. Bu kreslo sahiblərinin deyil. Bunu anla. Və sən də anla, Azərbaycanlı, sən də bil ki, belə şeylərlə bağlı hökumətdən, oradan, buradan narazı salıb, başı gileylənib, şikayətlənməkdənsə siqnal ver, haqqını tələb edirsən. Burada bir qorxulu bir şey yoxdur. Nə də bir, bu xəbərçilikdir. Sən haqqındır, əzizim. Belə, bu qədər.